Bata. Oo. Oo. Yaşa. Döndü. Bağla beni. Bir de. Baba. Hop. Sarı. Videoda gördüğünüz bu az yaşlı qız Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin Turan döyüş sənəti üzrə Ağdam filialının üzvü Ümrə Xatun Qəhrəmanzadədir. Əslində Ümrə Xatunun ailəsi onu bu idman növünə yazdıranda sadəcə onun sağlamlığı haqqında düşünürdülər. Onlar təsəvvür edə bilməzdilər ki, Ümrə Xatun belə irəli gedəcək və öz sayəsində lider idmançılardan biri olacaq. Az yaşı olmasına baxmayaraq, Ümrə Xatun bu döyüş sənətinə böyük maraq göstərdi. Çünki onun müəllimi çox peşəkar və işinin əhli olan zəhmətkeş bir idmançıdır. Onun yanına gələn bütün uşaqlar bu sənətə böyük bir məhəbbətlə bağlanır və gələcək üçün artıq vətənə xeyirli, bayrağımızı ucaldacaq idmançılar olmaq üçün mübarizə aparırlar. Bəs uşaqları gənc yaşından bu sənətə bağlayan həmin o şəxs kimdir? Həmin şəxs Tegin Kənan Quliyevdir, hansı ki, Alpaqut döyüş sənəti üzrə Qarabağ regional nümayəndəliyinin sədri, dünya çempionu və 5-ci San Qara Kəmər ustası, eləcə də 1-ci və 2-ci Qarabağ döyüşləri iştirakçısı və qazisi Tegin Kənan Quliyev. Kənan Quliyev məhz Ümrə Xatun Qəhrəmanzadənin uğurlarının birbaşa memarıdır. Belə ki, Ümrə Xatun ilk peşəkar yarışını 9 noyabr 2024-cü ildə Alpaqut döyüş sənəti üzrə uşaq yeniyetmə və gənclər arasında keçirilən zəfər gününə həsr olunmuş Açıq Qarabağ turnirində cayma sistemi üzrə 30 kiloqram çəki dərəcəsində keçirir və birinci yerə layiq görülür. Bata. Oo. Oo. Yaşa. Döndü. Hop. Getir. Ön təpi. Baba. Ön təpidə soldan 10 təpi. Qəşə. Hop. Daha sonra növbəti qalibiyyətini 1 mart 2025-ci ildə bədən tərbiyəsi və idman gününə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə keçirilən Ağdam rayon birinciliyində 25-30 kiloqram çəki dərəcəsində birinci yeri tutduğuna görə diplom və qızıl medalla təltif olunub. Azyaşlı Ümrə Xatunun bu bacarığını görən Qəhrəmanovlar ailəsi övladının bu sənətə daha da mükəmməl yiyələnməsi üçün Qarabağ regional nümayəndəliyinin təşkil etdiyi Alpaqut Turan döyüş sənəti üzrə keçirilən zona seminarlarında dəfələrlə iştirak etmişdir və bir çox sertifikatlarla təltif olunmuşdur. Bu müqəddəs döyüşün yaradıcısı Kutsan Vasif Namazov tərəfindən imtahan edilmiş, imtahanda yüksək bacarıq göstərən Ümrə Xatunu Alpatac elan etmiş və ikinci qur qırmızı kəmər dərəcəsinə layiq görmüşdür. Doğrudan da bir Ağdamlı gənc yeniyetmə uşaq kimi Ümrə Xatun artıq hər kəsin diqqət mərkəzinə düşməyi bacarmışdı. Çünki 5 yaşına çatmış bir az yaşlı kimi belə bacarıq və fitri istedad hər uşağa şamil olunmur. Məhz bu qədər sadaladığım uğurların əldə olunmasında Tegin Kənan Quliyevin bir müəllim olaraq öz işini məharətlə həyata keçirdiyini deyə bilərik və ona gələcək fəaliyyətində uğurlar arzu edirik. Prezident İlham Əliyevin idmana göstərdiyi maraq və idmanın inkişafında maddi-mənəvi dəstək verməsi gələcəyin idmançılarını daha da umutlandırır. Kənan Quliyev kimi müəllimlər prezidentimizin bu sahəyə ayırdığı diqqəti nəzərə alaraq gənc idmançıları böyük həvəslə hazırlaşdırır və onların peşəkar idmançı olması üçün var gücü ilə çalışırlar. Bunun nəticəsi olaraq Ümrə Xatunu bu yaşda qazandığı uğurları misal göstərə bilərik. İndidən aydın şəkildə görünür ki, Ümrə Xatun Turan döyüş sənəti yolunda daha da çalışacaq və uğurlarına uğur qatacaq. Alpatac Ümrə Xatun Qəhrəmanzadə Qurban qızı. Tegin Kənan Quliyev. Bütün uğurlarımıza görə sənə öz təşəkkürümü bildirirəm.